Salam aleykum, gözəl insanlar. Hoş geldiniz, görünür. Vüqar, mənlə bağlı səhv fikirlər var idi. Xahiş edirəm, xalq izləyir. Özün məlumat ver, nədir, qoy hamı bilsin onu. Xahiş Bacı edirəm. qardaşlar, yəni üzr istəyirəm. Bəzi səbəblər oldu. Əmim gil məni çıxartdı evdən, qardaşım məni evdən çıxartdı. Yəni çox yükləndim. Mən də İbrahim qardaşı ilə yığdım, dedim ki, bəs qalmışam, palatkada qalmışam. Xahiş edirəm, dəstək ol. Onlar da yəni sərt başa düşüb kartı demişəm, bilmədən demişəm yəni. Sağ olsun, gecəli ilə özünü çatdırıblar, deyib ki, yəni başlayıb sizin evinizdə. Getdi kapital, gördüm də. Telefonu ver bir dənə, onu da göstərim, gətir bura. Kapitala da getdik. Bax, bloka düşmüş pul, bax. Bax, görürsünüz, 58 manat, 170 manat. Bir də mənim bu çəkdiyim telefondadır, göstərə bilmirəm. Kart blokdadır, buyur. Kartlar hamısı blokdadır. Allahın izni ilə. Və yəni mənlə bağlı bir problemi yoxdur ki, Vüqar. Xeyr. Bəs kimsəni, yəni bəzən orada şəhərlər çıxardırdılar, yəni qızışdırırlar, elə bir şeylər olurdu. Bir-iki dənə yəni belə bir şey olubdu. Prosta mən Yəni qızışdırırlar ki, bunu gözdən sal, bunu qoy hörmətdən düşsün hə xalqın içində. Bəli, bir-iki nəfər deyib deməyin. Prosta mən də çox yükləndim. Qardaşım gil məni. Yox, niyə eləyirsiniz ki? Əgər bacarsınızsa, qardaş, biz bu oyundan çıxaq, bu yoldan çıxaq, siz gəlin bizim yerimizdə bu işləri həll eləyin. Əgər biz gəlib bu işləri eləyiriksə, insanları sevindiririksə, bu bizim insanlıq borcumuzdur. Kimisə sevindirmək hər insanın ürəyi deyil, başı üçündür. O pul atan belə, bir manat atan belə insanın ürəyində mərhəmət hissi var. Düşmüsünüz insanların üstünə, bu onu yedi, bu bunu belə elədi. Hətta insanları gözdən salmaq istəyirsiniz. Biriniz şantaj edirsiniz, biriniz nə varsınız? Bəziləriniz oturub xarici ölkədə. Yaxşıya yığışdırın, özü ayıb deyə Qur'an and olsun. İndi gəlin inşallah bu gündən başlayırıq. Xalqın köməyi ilə inşallah. Bu qardaş görürsünüz də palatkada qalır əzizlərim. Operator yaxına gəl. Bu qardaş neçə gündür burada yatırsınız? 11 gündür burada yatırıq. Yeməyi kim verir sizə? Qonşu verir, o bu verir. Yəni Can. O belə. Yəni Belə də burada yatırsınız. Bəli, burada yatırıq. Xahiş edirəm, yəni bacı qardaşlar, qurban olum sizə. Can. Nə olar? Dəstək olun ki, körpə uşaqla yağışlar yağacaq. Qurban olum. Bir dənə zəhmət olmasa evi də göstər. O yandan get o yana, evi də göstər zəhmət olmasa. Əzizlərim, ev budur. Bax bizlərin, bizim dəstəkçilərimizin sayəsində bu evi bura qədər gətirmişik. Və bu gündən xahiş eləyirəm, hərəmizə bircə manat da olsa dəstək olaq, bu ailədə bu palatkada yatmasın. İnanın Allaha ki, bax bizim bir olaraq, millətimiz bir olaraq birləşsə, Azərbaycanda, üzr istəyirəm, bacı gəl yaxına, Azərbaycanda bir nəfər belə kirayədə qalmaz. Çalışın belə şeylərə önəm verin. Hansısa o, nə bilim, özlərin burcudanları, nə bilim, düşü hərəkətlər eləyənlərə dəstək olmayaq. Belə körpələrə, belə kasıb ailələrə, özü də komxozda işləyir. 3-4 gündür də bir dənə soyuqlu İbrahim qardaş, Allah'ın da olsa, Nazim qardaş, uşaq yatanda deyir ki, üşüyürəm deyir. Üşüyürəm? Bəli. Can. Bax, ev budur əzizlərim. İnşallah kəməri atılacaq Allahın izni ilə. Yavaş-yavaş, pəncərəsi, orası, burası bizim millətimizin sayəsində. Canım qurban sizlərə. Bir daha təkrar edirəm, problemin yoxdur ki, mənlə qardaş. Xeyr. Prosta əmim gil məni evdən çıxartdı, qardaşım gil məni evdən çıxartdı. Yəni çox yükləndim, qaldım belə. Bəzilərdə dedi ki, yəni nəsə oldu keçdi. Siz mənə pis olmamışsınız. Bura kimi Allah köməyin olsun. Allah köməyin olsun. Bizi də istəməyən var qardaş, bilirəm. Bu dəqiqə yıxılmağımı istəyən insanlar çoxdur. Nə var, bir balaca Azərbaycanda qabağa getsən evi yıxırlar. Amma xahiş eləyirəm, buradan qeyrətləri özümü tuturam. Biz həmişə haqq yolundayıq. Kasıbların yanındayıq, özümüz də kasıb olaraq. Gəlin elə bir-birimizə dəyər verək, bir-birimizin yanında olaq və belə çarəsiz insanları sevindirək. İnşallah bu gündən start veririk, evin tikilişinə görə. Hər birinizi də canlı yayımda gözləyirik. Xahiş edirəm, bacı qardaşlar, qurban olum sizə. Yağışlar da başlayır ayağınızın altında. Heç olmasa bu körpə uşaq yəni palatkada qalmasın. Xahiş edirəm, kimin nəyə gülü satır, 50 qəpiyi, fərqi yoxdur, 40 qəpiyi, 1 manat. Xahiş edirəm, bacı qardaşlarımız, Allah yolunda dəstək olun. İnşallah nə də alındı, hamısını bir-bir videoya çəkilib göstərəcək xalqımıza.